Bugün SmartPost layihəsi ilə əlaqədar görülmüşlərin nəticəsi, qarşıda duran vəzifələr və problemlərin həlli mövzusunda iclas keçiriləcək, gərgin bir iclas keçiriləcək. Ona görə də qərara gəldik ki, SmartPost layihəsinin əməkdaşları ilə mini bir intervyu keçirək, əhval-ruhiyyələrini qaldıraq. Buyurun, gəlin. Mehdi müəllim, deyilənə görə SmartPost layihəsi ilə bağlı gərgin bir iclas keçiriləcək. Ona görə biz iclasdan qabaq sizə bir sualımız var. Bak tapanda nə hisslər keçirirsiniz? Sevinirsiniz yoxsa təəssüflənirsiniz? Əlbəttə ki, sevinirik. Bug varsa demək iş gedir. Komandaya motivasiya vermək üçün son dəfə hansı sehirdən istifadə eləmisiniz? Eləmisinizmi? Bir sehir. Adı Elşad müəllimdir. Eləməmisiniz. Heç bir motivasiya yönümlü bir heç hərəkət eləməmisiniz. Gəzintiyə çıxmaq. Bildiyim kimi bir şey olub da, yəni birlikdə gəzmək və s. Ona görə işimiz getmir də. Backend developer kimi çətinliklərinizi nəzərə alsaq, rahat oturmaq baxımından iclasda hansı əməkdaşın yerində olmaq istərdiniz? Elə öz yerimdə olmaq istəyirəm. İşiniz rahatdır? Mənim işim çox rahatdır. Sizin işinizdə 3 dəqiqəyə həll edərəm deyib də səhərə kimi işlədiyiniz olub? Problem yaranırsa hər hansı bir problem, onu qabaqcadan demək olmur nə qədər müddətə həll etmək lazımdır. Birinci problemin mənbəyi tapılmalıdır, sonra həll yolları araşdırılmalıdır. Onların hamısı tapılandan sonra deyə bilərəm ki, mən bunu bu qədər müddət həll eləyəcəm və dediyim müddətə də həll eləyirəm. Məsəl üçün siz iş əsnasında deyirsiniz də, düzdür amma gəlib oturursunuz dost tanışlarla, proqramistlərlə, o bir söz deyəndə mən onu 3 dəqiqə eləyərəm. Demişsiniz elə? Yox, belə bir şey olmuyor. Olmayıb elə bir şey. Cavab ver mənə. Olub elə şey. Heç vaxt olmayıb. Onda çox sağ olun, uğurlar sizə. Sizə də uğurlar. Heç olubmu ki, interfeysdə etdiyiniz dəyişikliyə görə backend bu niyə belə oldu desin? Bu layihədə əksinə olub. Backend elədiyinə demisiniz, nə olub belə? Burada belədir, amma başqa layihələrdə olub ki, hə, belə problemimiz olub. Bu iclas üçün özünüzü necə hazırladınız? Kofe, meditasiya yoxsa nə olacaqsa olacaq? Əslində bizim bütün iclaslarımız gərgin keçir. Ona görə xüsusi bir hazırlığımız yoxdur. Hesabatınızda bu hissəni deməsəm yaxşıdır dediyiniz məqam var. Xeyr, əslində yəni mən öz tərəfimin işinə maksimum məsuliyyətlə yanaşıram deyə o barədə heç vaxt fikirlərim olmur. İclaslarda rahat iştirak edirəm. Buna görə rahatam. Elə indi də. Əgər dizaynınız canlı olsaydı, sizcə o öz görünüşünü bəyənərdimi? Məncə bəyənərdi. Frontenddə dəyişiklik olanda əsəbləşirsiniz. İclasdan sonra nəyin dəyişəcəyinə daha çox inanırsınız? Sistemin, komandanın yoxsa ofisin? Komanda rəhbərinə baxmaq lazımdır. Baxın komanda rəhbəri nəyə dəyişəcək? Aydındır. Bir film çəkilsəydi, SmartPost-la əlaqədar bir film olsaydı, adı nə olardı? Godfather. Məncə də belə olmalıdır. Bir də var bizdə SmartPost-un ürəyi Famil müəllim. Texniki tapşırıq yazanda, ayda bunu əvvəl yazmışdım axı. Görüm hardasa olmalıydı. O qədər böyüdü ki yazdıqlarım, yəni ucu bucağı yoxdur ki, başlayıram bitmir, başlayıram bitmir. Neçə vərəqdir təxminən? Hazırda 300-ü keçib çalışıram ki aydın yazım. O qədər detallı yazıram ki, yəni Elton bəy deyə bilər ki, məndə Azərbaycanda belə bir texnik tapşırıq yazan yoxdur. Oldu, çox sağ olun. Sizə uğurlar arzu edirəm. İclasın da yüksək səviyyədə keçəcəyinə inanıram. Sağ olun.